Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rabbi şrahli sadri ve yassirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Mübarek Ramazan ayında, Allah ayında qərarlaşmışıq. Qabaqda qeyd elədiyimiz kimi bütün aylar Allah'ındır. Ama bu ayda Allah'ın lütfü bəndələrinə sonsuzdur. Yəni təsəvvür olunacaq həddə deyil Allah'ın inayəti bu ayda. Ona görə Allah ayı adlandırılır, Allah ziyafət adlandırılır. Bəzi zövq əhli, bəzi ariflər, bəzi dəyərli alimlər qeyd edirlər ki, Ramazan ayı mənəviyyat ilinin başlanğıcıdır. Diqqət edin, mənəviyyat ilinin başlanğıcıdır Ramazan ayı. Yəni Ramazan ayı necə oldu, necə istifadə elədin, ilində o formada gedəcəksən, mənəvi durumu. Ona görə Ramazan ayı mənəviyyat ayının başlanğıcıdır. Tövbədən qafil olmayaq, bacardığımız qədər gözümüzün qabağına gətirək, oturaq, qoyaq özümüzün qabağına fikirləşək, hansı xətalar, hansı səhvlərimiz var, hansı günahlarımız var. Bu ay fürsətdir. Bağışlanma diliyək ürəklə, sidq ürəklə Allah'tan bağışlanma diliyib ona tərəf qayıtmağa çalışaq. Və bu ayın ən önəmli hər birimiz üçün vəzifəsi özümüzü düzəltməkdir. Baxın, insan özünü birinci düşünməlidir, özünü düzəltməyi düşünməlidir. Başqasına diqqətdən öncə özünə diqqət eləməlidir. Bu ay özünə qayıtma ayıdır, özünü düzəltmə ayıdır. Allah Teala buyurur, özünüzdən müğayət olun. Aleykum enfusakum. Özünüzü tanıyın, özünüzü düzəltməyə çalışın. Bir nəfər əgər özünlə məşğul olsa, başqalarına heç vaxtı olmaz ki, başqalarının eybini axtarsın, eybinə baxsın. Amma bunun əksi olsa, bir adam başqalarının elə eybini görsə, özü yaddan çıxar, özünü düzəldənməz heç vaxt. Bu ay fürsətdir ki, özümüzü düzəldək. O qədər ibrətlər var bu ayda. Az yeməklə, təbəqələrin birləşməsi, nəzm intizamlı olmaq, necə namazımızı vaxtında qılırıq, iftara vaxtında otururuq, nəzm intizamlı olmaqdan tutmuş, Allaha xatir iş görməkdən, bizi heç kim görməsə belə biz hazır deyilik. Nəsə orucu pozan bir iş görək. Bu ixlası bəyan edir. Bunun kimi onlarla dərslər var. Bu Ramazan ayında qalmamalı. Quran oxumaq, Quran tilavət eləmək. Ramazan ayında qalmamalıdır. Bu ayda başlamalıyıq və il boyu davam etdirməliyik bu gözəl ənənələri. Sadəcə ac qalmaq ayı deyil bu. Sadəcə susuz qalmaq ayı deyil. Belə ibrətlərlə insanın özünü düzəltmə ayıdır. Allah Teala inşallah hamımıza tövfik versin, layiqincə bu aydan istifadə eləyənlərdən Allah inşallah. Bugün 26 fevral bizim milli faciələrdən Xocalı soyqırımı günüdür. 1992-ci ildə 25 fevraldan 26 fevrala keçən gecə erməni silahlı qüvvələri tərəfindən bu zülm və cinayət törədilibdir. Allah Teala inşallah bu cinayətdə əli olan, onların arxasında duran və bu məsələdə xəyanət edən hər bir kəsə lənət eləsin. Allah Teala bu faciədə dünyasını dəyişənləri, şəhid olanları Kərbəla şəhidlərindən məhşur eləsin inşallah. Qeyd ediblər o tarixi faktlara əsasən 613 nəfər dünyasını dəyişib bu faciədə. Onlardan 63'ü uşaq,
70'i qoca, 106'sı qadın, 1300 nəfərə yaxında girov götürülür. 150 nəfərə yaxın insanın taleyindən xəbər yoxdur. 500'ə yaxın adam yaralanır və digər statistikalar ki, eşitmişsiniz. Baxın, İslam dini istəyir bu məzlum bizim vətənimizdə olsun. İstəyir başqa ölkələrdə olsun. Hər bir müsəlmanın vəzifəsi məzlumun yanında olmaqdır. Məzlumdan müdafiə eləməkdir. Bunun qarşı tərəfi də zülmlə mübarizə aparmaqdır. Zalimi pisləməkdir, terroru pisləməkdir, cinayəti pisləməkdir. İstəyir bizim ölkədə olsun. İstəyir başqa ölkədə olsun. Burada görün, İslam dinində önemli olan meyar məzlum zalimdir. Vətən deyil, hansısa ölkə deyil. Bu cinayət biz pisləyirik, çünki orada zülmə məruz qalıblar. Orada zülm var, bir tərəf zalimdir. İndi pislədiyimiz erməni tərəfdir. Əgər birdən sabah Azərbaycandan kimsə, Azərbaycanlılardan kimsə zülm eləsə, bizim heç bir təəssüfkeşliyimiz yoxdur. Orada da yenə də zülmü pisləyəndir. Və yaxud Fələstində bir dəqiqə zülmə məruz qalırlar. Biz İslama görə, İslama riayət etdiyimizə görə o məzlumların haqqından müdafiə edir. İsrail, Allah lənət eləsin, o zülmü, cinayətləri eləyir, onları pisləyir. Bu baxımdan bu məzlumdan müdafiənin və zülmü pisləməyin coğrafiyası yoxdur. Bir daha Xocalı soyqırımında dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Amin. Bugün danışmaq istədiyim mövzu salih əməllərdir. Baxın, insana qalan onun salih əməlləridir. İnsan ki, iman gətirir, İslam dini quru iman gətirməni qəbul eləmir. Bəzi bədəvi ərəblər əziz İslam Peyğəmbərinin yanına gəldilər, dedilər, biz iman gətirmişik. Allah Teala Peyğəmbərə əmr elədi ki, onlara denən, siz iman gətirməmişsiniz, siz sadəcə dilinizdə deyirsiniz, o iman hələm qəlbinizə daxil olmuyor. Və yaxud başqa bir ayədə vurğulanır, müxtəlif ayələr var, vurğulanır ki, bəzi insanlar dildə sadəcə iman gətiriblər, qəlblərində onların iman yoxdur. İslam dini bunu qəbul eləmir ki, insan sadəcə elə boş iman gətirsin. İmanın yanında onun imanın nə lazımdır? Mən bəzi şeyə iman gətirmişəm. İmanın gərəyi nədir? O gərək mənim əməllərimdə görsənsin. Bu baxımdandır ki, Quran-ı Kərimdə harada iman gətirənlər sözü gəlib, onunla yanaşı salih əməl yerinə yetirənlər gəlir. Yəni, imanla salih əməl bir-birinin bacı qardaşıdır. Bir quşun iki qanadır. Bunlardan hansı olmasa naqisdir. Çox xahiş edirəm, çox önəmli mövzudur, diqqət edin. Hər biri olmasa naqisdir. Baxın, bir adamın imanı yoxdur, salih əməllər yerinə yetirir. Dəyəri yoxdur, Quran deyir. Bir adamın imanı var, salih əməlləri yoxdur, dəyərsizdir. Çox gözəl bənzətmək. Baxın, quşa bənzədiblər. Bir quşun iki qanadıdır. İman, salih əməl. Bu ikisi bir yerdə olsa, o iki qanadla bizi mənəvi baxımdan ucaldacaqdır. Quş ucalıq nişanəsidir, ucaldır. Bizdə əgər bu iki qanad olsa, iman, həqiqi iman, Allaha doğrudan inansaq, qiyamət günündə inansaq və əməllərimizdə bunu göstərsək salih əməllərlə, o zaman əsl İslam istəyən yaşayışa malik olarıq. Quran-ı Kərim buyurur, Əuzu billahi minəşşeytanirracim, Mən əmilə salihə min zəkərin əv unsə.
kişi ya qadın olmasından asılı olmayaraq, kim salih əməllər yerinə yetirsə, salih əməl nədir? Bu barədə qısa işarə edəcəm. Kim salih əməllər yerinə yetirsə və huvə mümin, imanlı olduğu halda, baxın, təkid edir Quran, imanlı olduğu halda salih əməllər yerinə yetirsə, fələnuhiyyənəhu həyətən tayyibə, onu pak yaşayışla dirildərik. Bu dünyada pak yaşayışla dirildərik. Hamı diridir, yaşayır, nəfəs alır. Amma iman gətirib salih əməllər yerinə yetirənlər pak yaşayışla, Allah istəyən kimi o pak yaşayışla dirilərlər, qəlbləri dirilər. Bizim bir çox hədislərimiz var, həqiqətləri bizə bəyan edir. Deyir ki, bir adam cahildirsə, onun gəzməyinə baxmayın, ölüdür. Cahil yəni nadan, həqiqətlərdən xəbəri yoxdur, araşdırmır, oxumur. Cahildir, bunun gəzməyinə baxma, nəfəs almağına baxma, ölüdür. Dinimiz bunu açıqlamasaydı biz çox şeyləri bilmirik. Biz elə bildik ki, elə hanımı diridir. Yox, din deyir ki, bəzi insanların o diri görsənməyinə baxmır, əslində ölüdür. Qəlbləri ölür. İndi bir adam iman gətirib salih əməllər yerinə yetirsə, Allah onu dirildər, onun qəlbini dirildər. Başqa bir ayələrə də işarə edəcəm, amma salih əməlin rükünü nədir, əsası nədir onu deyim. Salih əməl iki əsas hissədən ibarətdir. Birinci, xalis niyyət, Allaha xatir. Görülən iş Allaha xatir olmalıdır. Bu kifayət deyil. İkinci də dəyərli olmalıdır. Allah yanında dəyərli bir iş olmalıdır. Mən düzdür ola bilər Allah üçün yerinə yetirirəm nəysə, amma o dəyərli iş deyil. İki rükünü olmalıdır. Salih əməldən məqsəd budur. Bir Allaha xatir yerinə yetirirəm. Bir də dəyərli bir işdir. Yəni bu tərifdən sonra, bu izahdan sonra bizə məlum olur ki, salih əməllər yalnız namaz, oruc, həcc, bu kimi ibadətlər deyil. Bunlar bəli əsasdır, önəmlidir, çox lazımdır, amma bununla kifayətlənmir. Bir adam Allaha xatir yolda olan maşınların gedişatına mane olan daşı götürür, qırağa qoyursa, bu salih əməldir. Bir adam bir dənə bir gəncin təhsili üçün bir şərait yaradırsa, bu salih əməldir. İşləməsi üçün şərait yaradırsa, bu salih əməldir. Onu günahdan, haram işdən saxlayırsa, salih əməldir. Allaha xatir cavanları, ətrafımızdakıları pis yerlərdən çəkib məscidə gətirirsə, bunlar salih əməllərdir. Salih əməl budur ki, Allaha xatir olsun və dəyərli olsun. Salih əməllərdir ki, insanın pak etiqadını ucaldır. Ayəyə baxın. Bismillahirrahmanirrahim. İleyhi yəs'adu kəlimut tayyib. Pak kəlamlar, yəni pak inanclar Allaha tərəf ucalır. İnsanın etiqadı çox önəmlidir, inancları çox önəmlidir. İnsan pak inancları Allaha tərəf ucalır. Vəl-əməlus salihi yərfə'uhu. Vəl-əməlus salihu yərfə'uhu. Salih əməllərdə onu ucaldır. Həmin o pak etiqadı ucaldan salih əməllər. İnsan inanca sahib olur. İnanclardan biri, mən hər nə zərrə xeyir iş görsəm, onu qiyamətdə görəcəm. Hər nə pis iş görsəm, onu mən qiyamətdə görəcəm. Bu insanın inancıdır, etiqadıdır. Salih əməllər bunu ucaldır, dəyərli edir. Allah Teala görün salih əməl sahiblərini necə tərif edir. Əl-ləzīnə əmmənū və amilus salihət tūbə ləhum. İman gətirib salih əməllər yerinə yetirənlərin xoş halına Allah tərifləyir. Allah iman gətirib salih əməl yerinə yetirənləri tərif edir. Və husnə məəb. Onları necə də gözəl aqibət gözləyir. İman gətirib salih əməllər yerinə yetirənləri. Təqribən bunu hamımız bilirik. Hamımız dərk edirik ki, insan iman gətirib salih əməllər yerinə yetirməlidir. İnsanın fitrəti, vicdanı ona elə bunu təlqin edir. Hamımız bilirik.
Sözümü bu mövzu ilə yekunlaşdırıram ki, bu salih əməlləri biz necə qoruyub saxlayaq? Necə eləyək ki, bu salih əməllərimiz batil olmasın? Çünki Quranda dəfələrlə Allah Teala müxtəlif məsələlər deyir ki, onların əməlləri batil olur. Puç oldu əməlləri. Bunları mən bugün sözümü bununla yekunlaşdıracağım. Bu əməlin özündən daha önəmlidir. Baxın, bir əməl edirik, bir onun qəbulu var. Əli Əleyhisselam buyurur ki, əməlin qəbuluna onu yerinə yetirməkdən daha çox əhəmiyyət verməlisiniz. Əməli yerinə yetirmək asandır, amma hamısı qəbul olur ya yox, ona diqqət eləməliyik. Qəbul olmaq üçün nə etmək lazımdır, adam ona diqqət eləyər. Din budur, baxın, din belə keyfiyyətdədir. Din bizim əməllərimizin çoxluğuna baxmır. Bütün Novosibirskə iftar verin, bütün Novosibirskə filan ehsan edin, buna baxır. Az olsun, amma keyfiyyətlə olsun, keyfiyyətə baxır bizim dinimiz. O keyfiyyət olsa qəbul olacaq. Əli Əleyhisselam buyurur, siz əməli yerinə yetirməkdən daha çox əməlin qəbuluna möhtaçsınız. Digər bir məsələ, əməli etməkdən daha çox onu qoruyub saxlamaq çox önəmlidir. Ona görə əməllərin batil olması çox önəmli mövzudur. Baxın, biz illər boyu ibadətlər edirik. İllər boyu xeyir işlər, salih əməllər yerinə yetiririk. Çox diqqət eləməliyik ki, insanın əməlləri zayi olmasın, puç olmasın. Bu, mən 10 dəqiqə danışıram, amma 10 il üzərində düşünüləsi, həmişə düşünüləsi mövzudur. Çünki biz əməl yerinə yetiririk, onu qoruyub saxlamalıyıq. Digər tərəfdən də bu da çox önəmlidir, diqqət eləyin. Mən illər boyu namaz qılıram, ibadət yerinə yetirirəm, dəyişiklik görmürəm özümdə. Mən namazı elə qabaqçı illər nətər qılırdım, əksinə hələ başlayanda daha həvəsli idi, daha can atırdım namaza. İndi mən baxıram ki, namazın bir əvvəlində Allah Əkbər dediyim yadımdadır, bir axırında. Səbəbin biri budur, bugün bu mövzunun əhəmiyyətini çatdırmaq istəyirəm. Əməllərimizi bəzi işlərlə batil edirik, xəbərimiz olmur. Buna deyirlər həqd-i əmal. Əməllərin puç olması, batil olması. Quran-ı Kərimdə bir neçə məsələ işarə olunur ki, bunlar salih əməlləri batil edir. Bəzilərdə rəvayətlərdə, mən qısa olaraq bunların bəzilərini sadalayıb sözümü yekunlaşdırıram. Biri şirkdir. Allah Teala buyurur ki, əgər şirk eləsə sizin əməllərinizi puç eləyər, əməlləriniz batil olar və xəsarət edənlərdən olarsınız. Küfür başqa bir səbəbdir. İnsan küfr eləyər, Allah eləməsin, Allahın hansısa ayəsini, əmrini inkar eləyər. Səbəb olan ki, əməlləri puç olsun. Namaz qılır, amma məsələn deyir, hicab o qədər də vacib deyil. İstəsən taxa bilərsən, istəsən taxmaya bilərsən. Bu bir növ Allahın ayəsinə ki, Allah Quran-ı Kərimdə vacib eləyib, ona küfr eləməkdir. Bu səbəb olan o qıldığım namazlar da insanın qıldığı namazları batil olsun. İnsanları azdırmaq Quran-ı Kərimdə bəyan olunan başqa amildir. İnsanları müxtəlif cəhətdə bəzən mən çəkiliş vasitəsindən bizi dinləyənlərdən çox önəmli bir xahişim var. Bəzən bir insanlar bəzi əməlləri yerinə yetirmir, heç başqalarının da qarşısını alır bunlar. Özü namaz qılınır, başqalarını da bir öz bəhanəsindən başqalarını da başlayır çəkindirməyə. Bu çox təhlükəlidir. Bu səbəb olan insanın əməlləri batil olsun, heç qiyamətdə insanı çox çətinliyə salar. İnsan özü bir işi yerinə yetirmir, bir səhv eləyir, o özünə aiddir. Amma başqasını da bu xeyir işdən saxlamağın çox böyük əzabı var qiyamət. Qiyaməti inkar eləmək başqa bir səbəbdir. Ayələrin hər hansı bir ayəni inkar eləmək
əməllərin batil olmasına səbəb olar. Cihaddan qaçma Quran-ı Kərimdə əməllərin batil olması kimi qələmə verilir. Cihad Allah yolunda çalışmaq. Hərəkətdə olasan Allah üçün, Allah yolunda. Bu bəzən döyüş meydanında ola bilər. Bəzən bazarda ola bilər. Bəzən ictimaiyyətdə ola bilər. Bəzən sosial şəbəkələrdə ola bilər. Əsas odur ki, düşmənə qarşı olsun. Bir də hərəkət eləyəsən. Cihadın mənası hərəkətdir. Bu sözümə diqqət edin və hamımızın yadınızda olsun. İstənilən hərəkət Allaha xatir olsun və düşmən nəzərə alınsa cihaddır. Düşmənin hər hansı bir hiləsini, planını zərərləşdirmək məqsədinlə yerinə yetirilsə bu cihaddır. Məsələn, düşmən bir dəqiqə bir işi cəmiyyətlərdə kreditlə ev yıxmaq. Cəmaatın evini yıxmaq, kreditlərlə. Baxın, insanları elə bir vəziyyətə salıb ki, insanlar dini barəsində düşünməyib, ancaq o kreditləri düşünsünlər. Bunun müqabilində bir adam bir iş görsə cihad edir. Düşmən əlindən gələn elə ki, əxlaqsızlığı yaysın cəmiyyətdə. Çünki əxlaqsızlığa meyl eləyən adam elmə meyl eləməz, dinə meyl eləməz, əlindən gələn eləyir əxlaqsızlığı yaysın. Üstad Pənahiyanın bir sözü var, kitabında qeyd edir. Deyir ki, Yəhudilər özləri evinin içində ata-analarının əl-əyağını öpürlər. Bu qədər əxlaqa riayət edirlər. Digər tərəfdən ən əxlaqsız o kampaniya Hollywood bunlara məxsusdur. Bu ikisi barədə bunlardan soruşanda deyirlər ki, əgər biz dünyanı idarə etmək istəyiriksə, özümüz gərək son dərəcə əxlaqlı olaq, cəmiyyətləri əxlaqsız eləyək. Özümüz əxlaqlı olmağa, etikaya riayət eləyək, başqalarına da pozaq. Belə olsa biz onlara hakim ola biləcək. Televiziyalara baxın, sosial şəbəkələrə baxın, nə qədər yayılıqdır. Bu düşmənin bir dənə bir işidir. Bunun müqabilində bir adam bir iş görə, hər hansı bir iş görə hərəkət edir ki, bu düşmənin bu planının qarşısına alır. Bu cihaddır. Cihaddan qaçma səbəb olar ki, insanın əməlləri puç olsun. Peyğəmbərlə düşmənçilik səbəb olar ki, insanın əməlləri batil olsun. Bu Quranda bəyan olunanlardır. Biraz daha ətraflı da hədislərdə qeyd olunanlara ki, bunlara daha çox bizim ehtiyacımız var. Hədislərdə qeyd olunan məsələlərdən biri riyadır. Riya özünü göstərməli, özünü başqasına göstərməli. Bu səbəb olar ki, insanın əməlləri batil olsun. İnsan gərək bəzən düşünməklə, bəzən bunun mənfi cəhətlərini yadına salmaqla bundan uzaq olsun. Düşünmək nədir? Adam fikirləşir ki, insanlar üçün mən niyə özümü göstərməliyəm? Filan kəs məni görsün deyə, mənim barəmdə belə fikirləşsin deyə mən bu sözü deyim. Məni görsün deyə filan yerə gedir. Danışanda fürsət axtarır, bu məsələni mən bəyan edeyim, o bilsin ki, məndə bu şeylər var. Bunlar hamısı özünü göstərmək riyadır. Bir adam Allaha xatir eləyirsə, riya etməməlidir, özünü göstərməməlidir. Məsələn, elə bu dönəmlərdə heç yeri deyil, bundan söz düşməyib, mən elə cəmaata bildirim ki, mən oruç tutmuşam. Bu və bunun kimi onlarla hərə özündə bilir bu şey. Riya səbəb olar ki, insanın əməlləri batil olsun. İkinci önəmli məsələ ki, hədislərdə qeyd olunur, günahdır. Günahın, baxın, iki dənə tərəfi var. İki cəhətdən günah var. Müsbət, mənfi cəhətdən. İzah edin nə deməkdir? Baxın, bəzən insan hər hansı bir işi tərk eləməklə günah eləyir. Bəzən hər hansı bir işi yerinə yetirməklə günah eləyir. Məsələn, namazı ki, Allah vacib eləyir, tərk eləmək günahdır. Hicabı tərk eləmək günahdır.
digər məsələlərə ki, Allah əmr eləyib, riayət etməmək günahdır. Bəzən də şərab içmək, nəuzubillah, donuz əti yemək, haram məclislərdə iştirak eləmək, bunlar günahlardır ki, yerinə yetirməklə günah olur. Bəzən tərk eləməklə də bu işi tərk etsən günah olur. Hər cəhətdən olan günahlar əməllərin puç olmasına, batil olmasına səbəb olur. Baxın, mən milyonlarla insana yemək versəm, libas versəm də belə, mənim əməllərim puçdur. Çünki Allah istəyir ki, biz bu əməlləri Allahın əmrinə qulaq asaraq yerinə yetirək. Günah etməyərək yerinə yetirək. Bir məsələ də budur. Əli əleyhissalamın vilayətini inkar eləmək səbəb olar ki, insanın əməlləri puç olsun. Bu bizə Əhl-i Beytin bəyan elədiyi həqiqətdir. Baxın, bir nəfər Əli əleyhissalamın vilayətini qəbul eləmirsə, indi təsəvvür edin onun etdiyi namazlar, ibadətlər, hamısı batildir. Başqa bir məsələ nifaqdır. İnsan iki üzdülük eləyən, zahirdə bir cür, daxildə bir cür olan, Allaha əslində iman gətirmir, amma iman gətirdiyini deyə. Bu nifaqdır və səbəb olar əməllər batil olsun. Mən bu qədərlə kifayətlənirəm. Araşdırılmalı mövzular. Biz burada bəzən hansısa bir mövzunu açırıq ki, bir dənə bir qığılcım olsun ki, bunun ardınca gedək, bunun barəsində özümüz düşünək. Bu 10 dəqiqə, 15 dəqiqəliklə qutaran mövzular deyil. Allah inşallah əməllərimizi qəbul eləsin. Amin. Bizi salih əməllər, Allaha xatir yerinə yetirən əməllər etməyə müvəffəq eləsin. Amin. Allah Teala bizi bağışlamamış bu dünyadan aparmasın. Allah Teala bizi həqiqi oruç tutanlardan qərar versin. Allah Teala İmam Zaman sallallahu aleyhin zuhurunu təcil eləsin. O Həzrəti düşünənlərdən, onun zuhurunu düşünənlərdən, zuhuruna zəmin yaradanlardan qərar versin. Allah Teala müsəlmanlara, məxsusən bizlərə dini agahlık və bəsirət inayət eləsin. Allah Teala İslam düşmənlərini, insanlıq düşmənlərini, hidayət olmadıkları təqdirdə məhv nabud eləsin. Allah Teala dünyanın hər bir yerində zülmə məruz qalan, məxsusən Fələstin və Qəzzə xalqına yar və yardımcı olsun. Allah Teala haqsız yerə zindanda olanlara, haqsız yerə tutulanlara tezliklə izzətli azadlıq nəsib eləsin. Bütün dualarımızın qəbuluna Muhammed və Ali Muhammed'e salavat seçdik.